Dondurma alarkən diqqət etməli olduğumuz vacib nüanslar var. Etiket məlumatları ilə tanış olmalıdır və ən çox diqqət edilməsi vacib olan məqam dondurmanın yararlılıq müddəti, istehsal tarixi haqqında olan məlumat və yağ tərkibi, kalori dəyər göstəriciləri haqqında olan məlumatlardan ibarətdir. Dondurmanı yeyərkən əgər içərisində buz kristalları ilə rastlaşırsa və ya dondurmanın quruluşunda formanın pozuntusu, yəni deformasiyaya uğraması kimi hallar müşahidə olunursa, bu cür dondurmaların da istehlak edilməsi tövsiyə olunmur. Digər mühüm məsələ isə saxlama və daşınma şəraitidir. Dondurma -20 dərəcədə soyuq zəncirə uyğun saxlanmalı, daşınmalı və satışa çıxarılmalıdır. Temperatur rejiminin pozulması məhsulun mikrobioloji keyfiyyətini zəiflədir və sağlamlıq üçün təhlükə yaradır. Bu onun göstəricisidir ki, burada soyuq qida zənciri pozulub. Yəni dondurma ola bilsin ki, bir dəfə donu açılıb və təkrar dondurulmaya məruz qalıb. Xroniki qastrit, mədə xorası kimi xəstəliklərdən əziyyət çəkən şəxslər, qaraciyər problemi olan və diabet xəstələri xüsusilə dondurma yeyərkən diqqətli olmalıdırlar.